Hazır ol. Diqqət. Birinci mənə qulaq asın. Uşaqlar, bax, qulağınızı yaxşı açın, eşidin. Ən çətin rəqib başı bir yerdə qalmayan rəqibdir. Bədəni daimi oynayan. Rəqib sənə zərbə atmasa belə, sən uklon roklarda işləməlisən. Bax, yerində də, uklon roklarda. Qoy, rəqib fikirləşsin. Gəl bura. Mənə bir dənə vurmağa çalış. Gəl bura, tez ol. Mənə vurmağa çalış. Bax, bam, 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 keçirdən, bax, fikirləşməyə qoymuram. Bam, görsən, çıxdım, at. Cavab verirəm, böyle çıxıram, cavab verirəm. Aydındır, uşaqlar. Yəni ki, snayperlə təsəvvürlə durmusan, vurmaq istəyirsən bunu, düzdürmü? Bu hərəkət eləyirsə, bunu vura bilərsən, çətinlik çəkərsən də, düz deyil. Ona görə də boksda da elədir. Sən snayperistsən, aydındır və qarşındakı hədəfi vurmaq üçün hiss eləməlisən onu. Hədəf də yayınırsa, bax, bu vəziyyətdə. Daimi hərəkət, daimi ayaqlarda, əllərdə. Bu lazımdır. Yoxsa durmusansa belə gəbrə. Rahat hədəfdir də. Hara istəyən vur. Hara ürəyin istəyir vur. Bu rahat hədəfdir mən üçün. Amma oynat başını, mən də avtomatik neynirəm, ala bu neynir, mən harasına vurum bunu, fikirləşirəm. Həmin moment vura bilər o səni. Və əllər burada. Heç biriniz Mayweather deyilsiniz. Mən və başqaları illərlə o qədər məşq edirik, yenə də əlimiz belə-belə işləmirik biz. Buradadır. 1 aydır, 2 aydır, 4 aydır, 5 aydır başlamış boksa belə eləyirik. Yəni belə sol vurur, sağ aşağıdır. Niyə? Ya bu qədər özünüzə inanırsınız siz. Əllər burada. Yalandan artistlik eləməyin. Bayaqdan baxıram ki, məni salıb zərbə buraxıb. Keçsin gəl. Bir round. Sərbəst yüngül. Hazır ol. Danışıq qətiyyən olmur. Ayaqlarda dayanmaq olmur. Daimi uklonlar, nuroklar. Vaxtı, getdik. Boks. Dedim axı, danışmırıq. Boks. Bəsdir, Musa, dəqiqə başı yüngül işlə. Boksdasan, baxçada deyilsən. Getdik. Aysa, daimi baş hərəkətdə. Hop, aysa, bax, əlini saldın, keçiddə Abdurrahim. Aha. Hə, yerində qalmırsan, cavab verirsən. Zərbə atır rəqib, cavab verirsən. Bax, qalmırsan yenə uklon roksuz. Başını rəqibə vermə, arxa ayaqda saxla ağırlığını. Əlləri salma. İşte, cavab ver. Burada vur, İbrahim, qorxma. Davam. İşləmək. Əlləri qaldır. Qarına da işləmək lazımdır. Qarına zərbə atan görmürəm heç kimi. Davam. Cavab ver də, bükülüb qalma orada. Görürsən, bükülmüsən, vuracaq o səni. Rəqibə bax, yerə baxma, Nahid, qorxma. Rəqibə bax, ay bala. Stop, saytdır, stop. Rəqibə bax, siz işləyin. Nəyə dayanırsan? Rəqibə bax da zərbəsinə, yerdən sənə zərbə gəlir. Yerə niyə baxırsan? Görmədiyin zərbə ən təhlükəli zərbədir. Qoyacaq başının ortasından aşarsan yerə. Cavab ver. Boks. Cavab ver, qorxma. Yerə baxma. Davam. Hə. Əlləri qaldır. Ay, sağ ol, Abdurrahim. Bax belə, kombinasiya qurur. Cavab ver, Musa. Hə, işləyirik. Ayaqlarda işləmək. Əlləri qaldır da, Musa. Buraxırsan bütün zərbələri. Qaldır əlini. Qaldır. Cavab ver. Ay, sağ ol, bax belə İlham. Hə. İşte, davam eləmək lazımdır. Uşaqlar, davam eləmək lazımdır. Artırıq. Əlvi qaldır, salma əlvi. Ay bala, salma əlvi. Aşağısan indi. Davam. Hop, buraxdım. Bax, əllər qaldı. Qarına da işləmək lazımdır. Qarın baş.
O, yaxşı, əlləri qaldır. 20 saniyə, 20 saniyə. Tamam da 15 saniyə uşaqlar. Hə, qalma. Zərbə atmaq lazımdır. Hop. Əlini salma da bala, bütün zərbələri bıraxırsan. Ay sağ, o yaxşı. Hə. Vaxtdır. Çoxumuzun elədiyi səhv bundan ibarətdir. Bayaq sizə sparring eləməmişdən qabaq izah elədim ki, əlləri burada saxlayın. Musa, buradaydın, bax yenə. Belə-belə eləyirsən. Neyirsən sən? Ritm oynayırsan, toydur bura. Mən sənə nə izah edirəm, sən çıxıb orada meymunluq eləyirsən. Boksda bu zarafat eləməyin boksla. Sizə elə belə gəlməsin. Keçən dəfə sparringdə burada əli açdı. Kim gördü əlini açmağını? Siz gördünüz də necə açdı? Çənədən. Niyə bilsən? Nahid açdı da əlini. Niyə açdı Nahid? Açsa, niyə vurdun çənəsinə? Çünki əlini salmışdı aşağı. Qoydu, uşaq ayılıb, görəm ki, gözləri gedib. Yəni, o sürprizdə sizi də gözləyə bilər. O adama da mən 1000 dəfə demişəm ki, əlləri burada saxla, zarafat gəlməsin boks sizə. Hələ Nahid neçə müddətdir boksla məşğulsan? 3 aydır boksla məşğulsan. Yəni, 3 ay məşğul olan adam aşırdıbsa kimisə, indi siz təsəvvür edin ki, uzun müddət olan adam adamın çənəsini yerindən qopardar. Burada sümüklər var. Başa düşürsünüz uşaqlar? Bunlar sınır, çartlayır, çıxır, aralanır. Reski görəsiniz ki, alt çənəviz yoxdur. Gedib Nəsim metrosuna. Siz deyirik, gülürük, siz elə bilirsiniz ki, mən bombadır, boks əladır, zarafatla doludur. Ciyəri çıxdı ikisinin də orada. Zarafat gəlməsin, uşaqlar. Bax, qulağınıza sırğa eləyin, ciddi yanaşın. Məşq başlayan zaman məşqdə ciddi olmaq lazımdır. Valla, belə çıxmasın, mən sizdən daha çox güvənirəm özümə. Amma mənim belə əllərim döyüşərkən buradadır. Hər an hər şey ola bilər, hər şey. Girin döyüşlərə baxın da, cəmaatın həyatına son qoyur. Bax, belə artistliklər. Əllər aşağı olması, çənədən zərbə buraxması, beyin yerindən oynayır başa zərbə dəyəndə. Ağlınız olsun da, kaskasız heç vaxt məşqə gəlməyin, bandajsız məşqə gəlməyin, kapavız hər zaman yanınızda olsun. Əvvəllər idi, təzə-təzə siz başlayanda sizin dözümünüz yox idi deyə mən sizə ancaq fiziki yüklənirdim, para vermirdim. Sən xatırlayırsan da, ən köhnə sənsən də burada. Ancaq fiziki işliydi, yadındadır. Niyə? Çünki yox idi də, ət kimi idi. Sizin boksla məşğul olmağa gücünüz yox idi. İndi Allah şükür formalaşmışsınız, ancaq para işləyirik demək olar. Şkola para, şkola para. Yəni ki, ağıllı olmaq lazımdır uşaqlar, ağıllı. Necə gəldi, hərəkət eləsəz, inanın ki, sizi məhv eləyərlər.